gözümü açıb bu quşun içində böyümüşəm mən. Atam, babam, bütün nəsilli ilə quşbazım. Mən saxlamayayım, o saxlamır. Kim saxlamalıdır bu quşu? Sonra deyir, bu quşun düşməzi var, deyirlər. Sənin niyetin düz olsun. Nə quş neynəsin, neynəyir? İşdən çıxdım, heç yana getmirəm ki, bu ac qalır, balaları qırırlar. Düz evə. Gəlirəm, onu yemləyirəm, suzlayıram, sulağını verirəm. Sonra gedirəm evə, sonra har istəyirsən get də. Qabaqlar məsəl üçün quşbaza pis baxırdılar. İndi fikir var, meçidlərdə də, məsələn, meçidlərin qabaqlarında da quş saxlayırlar. Nə saxlayırlar? Professor var ki, quşbazdır. Qabağa deyirlər, quş nədir? Quşbaza quş qız verərlər. Hələ bomboş şeylərdir. Hələ gərək quşbaza verəsən ki, oturur evdə. Durursan, səhər, 5-10 dən atırsan, çox doyuzdurmursan ki, uça bilsin. Doysa, o uça bilməz. Bir də ki, ac olanda da gözü yerdə olur. O quş qalxmır. İndi quşbazlıq yox deyə, o vaxt quşbazlıq vardı ki, mən gözümlə görmüşəm. Yığılırdılar, quşu uçurdurdular. İnteresə otururdular. Otururlar, gözləyirlər ki, quş yuxarıdan haçan gələcək. 8 saat. Heç yana getmirdilər. Çay yiyib içirlər, nərd atan nərd. Yekə güzgü getirib qoyurduq qabağımıza. Deyirdilər bizə, axtar gör, hardadır? Görsənir, quş. Çerez güzgü quşu tapırdıq göydə. 8 saat, 10 saat quş uçurdu. Elə quş vardı məndə ki, səhər uçurdum, gedirdim işə. Axşam gəlirdim, quş gəlməyib. Bir də gördüm ona, gəlir. Gəlirdi, həyətə düşə bilmirdi. Fırlananda axırıncı reskəni düşürdü çölə. Gelib çöldən əllə getirirdim, taqəti olmurdu. Bu quş var idi onda, indi yox. İndi hələ, mən quşu verim sənə apar, səndə də uçub düşəcək. Məndə cəhd heç yana düşmür. Verirəm sənə, səndə də uçub düşür. Burada 3 saat uçan quş, məsələn, rayonda uçur 8 saat. Çünki külək yoxdur orada. Burada külək nəfəsini kesir onu, qoymur uçmağa. Əsas küləksiz, külək olmasa uçur. Külək olanda quş uçurmur.